Dünyanın ən çox uşaqlı atı olan hökmdarları. Bu sahədə birinci yer Mərakeş Sultanı Dəli İsmailə və yaxud Molla İsmailə məxsusdur. Belə ki, onun 1100 arvaddan 888 uşağının olduğu rəvayət olunur. Hətta bir fransız səyyaha bunun 1171 olduğunu göstərirdi. Mərakeşdə olmuş. Onu deyim ki, ikinci yer deməli, Saksoniya kultürsüdür. Birinci Friedrix Avqusta məxsusdur ki, onun 365 övladının olduğu göstərilir. Qanuni arvaddansa cəmi bir övladı vardı. Uzaq şərq hökmdarlarında da belə rekordlar var, lakin bizimkilərə qədər çatanmazlar. Belə ki, Çin hökmdarı Xueycinin Sun sülaləsi hökmdarı idi, 96 övladı vardı. Tayland hökmdarı və yaxud Siam hökmdarı 4-cü Ramanın, yəni Mongkutun isə 82 övladının olduğu göstərilir. Osmanlı sultanları içərisində bu barədə rekordsmen 3-cü Muraddır. Belə ki, onun 24 oğlu, 33 qızı vardı. Düzdür, bu 24 oğlanın axırı yaxşı olmadı. Övladlarından biri Mehmet hakimiyyətə gələndə o biri 23 qardaşın hamısını boğdurmuşdu. Azərbaycan və İran hökmdarları içərisində isə ən rekordsmen adam Fətəli Şah Qazardır ki, onun 60 oğlu və 50 qızı vardı. Bu da onu tanıdıqlarıdır. Yəni özü tanıyıb rəsmi tanıdığı övladlarıdır. Tanımadıqları ilə bir yerdə 150-yə yaxın övladının olduğu göstərilir. Amerika prezidentləri içərisində ən çox uşaqlı ata isə Amerikanın prezidenti John Taylor idi ki, 15 övladın atası idi.